cavab vermək istəyirəm bir növ. Qərb mədəniyyətinə bu qədər aqressiv yanaşmaq lazım deyil. Heç olmasa ona görə ki, siz elə indicə İngilis aliminin statını gətirdiniz. Məsələn, siz nə üçün Füzulidən stat gətirmədiniz? Və yaxud Nizamidən stat gətirmirsiniz? Belə vətənpərvərsənsə və yaxud belə şərqi sevirsənsə, belə olmaz axı. Bax, bilirsiniz, sizin dəl çalmağınızla elə demək olar ki, gənci atəşə tutdunuz. Amma mən bir söz demək istəyirəm ki, bu sindromu Qərbdə yaşayıb. Yəni, onlar da çox açılıblar, onlar da çox, belə deyək, bu qarşığın içində olublar, çox qalxıblar və indi yavaş-yavaş yerini alırlar. Azərbaycan indi o mövcud şəraitin içindədir. İnformasiya olmayım 15 il əvvəl bu qədər. Birdən-birə bu qədər çox informasiyanı alıb. Bu qədər çox informasiyanın içində düzgün informasiyanı bəyəm seçmək asandır. Asant deyil. Tənqidlə heç nə əldə olunmayacaq. İnsana pis desən, insan o pis qiymətə uyğunlaşacaq. Yaxşı desən, yüksək qiymət versən, o yüksək qiymətə də uyğunlaşacaq. Çalışın yüksək qiymət verin həmişə. Çox sağ olun. Mən Əli müəllim sizdən soruşum. Bax, Avropa